Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92, 91, 170 marşrutlarından 200-250 metr məsafədə. Demək, haradasa təxmini 212-214 sotun içində tam təmir vəziyyətdə təhvil verilməklə, hörmətli izləyicilər, bir həyətimiz satışa çıxıb. Nəzərinizə çatdırıram, hörmətli izləyicilər, ev satış üstündə tikilsə də tam standartlara uyğun inşa olunub. Demək, fundamenti, kəməri vurulub. Gördüyünüz kimi də hörmətli izləyicilər, bu da evin xarici görünüşüdür. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarını verim. Gördüyünüz kimi, bura giriş darvazasıdır. Rahat bir maşın burada daxil ola bilər. 2-3 maşın da bura daxil. 2 maşın da əlavə bura daxil edə bilərsiniz. Ev, gördüyünüz kimi, 7-8 kürsüdə inşa olunub. Nəmişli olmayan ərazidə inşa olunub. Qazı, suyu, işığı ev sahibi tərəfindən təhvil veriləcək. Ev ideal vəziyyətdə tam təhvil veriləcək. Yəni, ancaq evin içində bir dəqiqədə hal-hazırda işlər gedir. Gördüyünüz kimi, evində bax, bu hissəsi, giriş hissəsində ev sahibi üstünü belə bağlayıb, apışıqqa ilə yığıb. Yəni, keyfiyyətində problem yoxdur. İstədiniz prorabı ustanı gətirib yerində, yəni evin bünövrəsi ilə kəmərini yoxlatdıra bilərsiniz. Əsas odur, evin bünövrəsi ilə, yəni fundamenti ona çox üstünlük verirlər, hörmətli izləyicilər. Bunlar da hamısı qaydasındadır. Gördüyünüz kimi də bura evin giriş hissəsidir. Dəhlizi 1.70 eni olar, 1.70-1.80, 2 metrdə olmasa 1.70-1.80 var. Demək, burada qonaq otağı. Eni təxmini hardasa 3.84 metr. Eni uzunluğu da 7 metr. Təxmini deyirəm, az fərq eləyər. Solda mətbəxdir. 14-15 kvadratlıq bir mətbəxdir. Asma tavanlar, yuxarıda tavanlarda yığıram, çəkirəm, gördüyünüz kimi də, yəni sadə yığılıb. Burada sağ tərəfdə uşaq otağıdır, 9-10 kvadrat olar, təxmin ölçüdən bəlkə də çox olar. Gördüyünüz kimi də sağ hissəsi pəncərələrimiz açıq. Demək, burada sol tərəfdə sanuzeldir. Yuxarılar asma tavanla yığınıb. Burada hamam hissəsidir. 2 də solda, sağda yataq otaqlarıdır, gördüyünüz kimi. Bunlar hörmətli izləyicilər. Gördüyünüz kimi, bax, burada ağartdan çıxıb qurmağın gözləyirlər. Quruyandan sonra aboylar, bir də qapılar, laminatlar təhvil veriləcək. Yəni, burada beləcək, ev tam təmir vəziyyətdə təhvil veriləcək. Bunu nəzərinizə çatdırın. Yəni, belə vəziyyətdə kim görürsə, gəlir istədiyi kimi qapıları, aboyların, laminatın zövqünü öz istədiyi kimi yığdıra bilər. Yəni, bunu nəzərdə çatdırım ki, ev sahibi belə də eləyə bilər. Amma yenə də ev sahibi öz işini görür, aboy da vuracaq, qapılar da qoyacaq. İndi qalıb Allahın umuduna ki, kim gəlib bəyənəcək. Kimlərsə evini satmaq istəyirsə 055-389-3808 nömrəsi ilə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. Hörmətli izləyicilər, YouTube-da, Instagramda, TikTok-da Seçal Əmlak, yəni seçib almaq səhifəsinə orada daxil olursunuz. YouTube-da daxil olanda videolar bölməsinə girirsiniz. Instagramda da, TikTok-da da bəllidir. Evlər hamısı kodlaşdırılıb, kodları götürməyə yaddan çıxmasın, hörmətli izləyicilər, zəng vuran zaman. Evin qiyməti də 115.000 start qiymətdir. Real alıcı olsa endirmə olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü də ev sahibi deyəcək, hörmətli izləyicilər. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.